Hər bir uğurun əldə edilməsi üçün əsas məqsəd dayanmadan zəhmət lazımdır. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 21 nömrəli Orta Ümumi Təhsil Məktəbinin 9-cu sinif şagirdi Əlizadə Fidan Elçin qızı buraxılış imtahanlarında maksimum 300 bal toplayaraq özünü və məktəb kollektivini sevindirib. Məktəb rəhbərliyi və müəllim heyəti Fidanın bu uğurunu böyük bir nailiyyət kimi qiymətləndirərək onu təbrik edib. Direktor Qədir Mükayilov bildirib ki, 9-cu sinif buraxılış imtahanları şagirdlərin əldə etdiyi bilik və bacarıqları qiymətləndirən əsas göstəricilərdəndir. Nəticələr eyni zamanda şagirdlərin gələcəkdə daha yüksək nailiyyətlərə imza atması üçün möhkəm təməl yaradır. Bu il məktəbimizdə 176 şagird bitirmiş, 9-cu sinif bitirmişdi. Bu şagirdlərin içərisində 110 nəfəri 200-dən yuxarı bal toplayıb. Bu məktəb üçün uğurdur. Çox sevindirici haldır ki, Respublika üzrə 300 bal toplamış şagirdlərin içərisində 17 şagird, bizim şagirdimiz var, Fidan qızımız. Mən Fidan qızımızın əzminə, zəhmətinə və onun məğrurluğuna qürur duyuram və şagirdlərimiz olaraq Fidan kimi, onun kimi digər şagirdlərdə həmin uğuru təkrarlamağı arzulayıram. Hər bir uğurun əldə edilməsi üçün əsas məqsəd və dayanmadan zəhmət lazımdır. Və şagirdin məqsədinə nail olması üçün müəllimlərimizə təşəkkür edirəm ki, onun üçün hər bir şərait yaratmışlar. Mən bu il 9-u bitirən bütün şagirdlərimizi təbrik edirəm. Çox yüksək nəticə göstəriblər. Bunun üçün məktəb rəhbərliyimiz Qədir müəllimə, məktəbimizin müəllimlərinə təşəkkür edirəm. Onların içində ən yüksək nəticə toplayan Fidan qızımızdır. Biz ondan bu nəticəni gözləyirdik. Çox çalışqan, məsuliyyətli, oxuyan uşaq idi. Biz gözləyirdik. Sadəcə sevincimizi istəyirdik, cavablar çıxanda tam bölüşək. Şükür ki, Fidan bu nəticəni göstərdi. 5-ci sinifdən sinif rəhbəriyəm, fən müəllimiyəm və həmişə öz dərslərində məsuliyyətli olub, çalışqan, sözə baxan, yoldaşlarına münasibətdə səmimi, mehriban uşaq olubdu. Layiqdir. İnşallah 11-ci sinifdə də onunla bu nəticəni gözləyirik. Fidanın valideynləri onun bu uğuruna görə qürur duyurlar. Gələcəkdə daha böyük uğurlara imza atacağına inanırlar. Mən valideyn olaraq Fidanı təbrik edirəm. Uğurları bol olsun inşallah. Çox sevinirəm. Fidan bu barədə 3 bal yığmaq barəsində çox əziyyətlər çəkirdi. Həqiqətən, yəni gecəsin gündüzün təhsildən veribdi deyənə bu balı biz ondan gözləyirdik. Çox sağ olsun, bizi sevindirdi. Allah razı olsun, uğurları bol olsun inşallah. Fidanın gələcəkdəki məqsədi həkim olmaqdır. O kiçik yaşlarından tibblə maraqlanır və insanlara kömək etməyi özündə əsas məqsəd kimi görür. Fidanın bu uğuru onun həmyaşıdlarına da motivasiya mənbəyi olaraq göstərilir. O hər kəsə əzm və çalışqanlıqla hər bir hədəfə çatmağın mümkün olduğunu sübut edib. 300 bal toplayacağımdan əmin değildim, amma yüksək bal toplayacağımı bilirdim. Bəli. Suallar ümumiyyətlə çətin deyilmi? Çox da yox. O qədər də çətin değildi. Yəni yaza biləcəyim suallar idi. Mən özümü tibb sahəsində görürəm və Azərbaycan Tibb Universitetinə daxil olub, tibb oxuyub, tibb üzrə oxuyub, həkim olmaq istəyirəm və vətənimə layiqli övlad olmaq istəyirəm. Əvvəla insanın, yəni şagirdin qabağında məqsəd olmalıdır və o məqsəd üçün səylə çalışmalıdır. Əlbəttə ki, bu həm müəllimlərin, həm valideynlərin dəstəyi və uşağın da səyi, şagirdin də səyi nəticəsində baş verir. Bir də özünə güvən olmalıdır və dərslərini vaxtına yerinə yetirməlidir. Yəni planlı şəkildə yerinə yetirməlidir. Bu ən böyük faktordur. Biz də Fidanı bu uğuruna görə bir daha təbrik edir və gələcəkdə ona daha böyük nailiyyətlər arzulayırıq. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Tinas TV üçün.